Mən kardioloq Şəfa Şahbazova. Bugün siqaretdən danışacağam. Ölkəmizdə çox əsassız bir mif var. Siqareti birdən-birə tərk etmək olmaz. Siqareti birdən-birə buraxdıqda nə baş verir? İlk 24 saatda ürək vurğularınızın sayı və təzyiqiniz normala düşür. Qandakı karbon monoksid azalır, oksigenləşmə artır. İnfarkt riskiniz azalır. Əslində siqareti buraxdığınız andan bədən buna müsbət cavab verməyə başlayır. 1 ilə 3 ay ərzində qan dövranınız yaxşılaşır, tənginəfəsliyiniz azalır, fiziki əmək qabiliyyətiniz artır, pilləkən çıxmağınız rahatlaşır. Statistikaya nəzər salsaq, əsaslanmış rəqəmlərlə desək, 1 il sonra siqareti tərk etdikdən sadəcə 1 il sonra infarkt keçirtmək riskiniz 50% azalır. 5 il sonra insult riskiniz siqaret çəkməyənlərə bərabər olur. 10 il sonra ağciyər xərçəngi keçirmə riskiniz 50% azalır. Ümumi xərçəng riski də 50%-dən daha çox azalır əslində. Siqareti bugün tərk etdim, sabah möcüzə gözləmək lazım deyil. Siqareti tərk etdiyiniz andan möcüzələr yaranmağa başlayır.